Sadəcə bir qurtum deyənlərə, onlar fikirləşirlər ki, bu səfər bir dənə içəcəm və dayanacam. O dayanma mümkün olmur. Tam sərxoş olmayana qədər, bəzən isə hətta yaddaşını itirənə qədər içirlər, sızana qədər. Spirtli içkilərin bir çoxu dənli bitkilərdən alınır. Yəni arpadan məsəl üçün pivə alınır. Pivədə 5% nisbətində spirt var. Vaporizasiya üsulları ilə də daha yüksək spirtli bir vodka alınır, ya da etil spirt alınır. Pivənin soyuq buxarlanma, sonra buxarın soyudularaq damcıya çevrilməsi yolu ilə Hardasa 70-80%li bir spirt alınır. Daha sonrasında bu spirtdə biraz su ilə qatılaraq vodka alınır. Vodkadan deyək ki, cin kimi fərqli içəcəklər alına bilir və həm də vodkadan viski də alına bilir. Bu da o çəlləklərdə saxlanılaraq bir müddət illəndirilir. Çəlləyin olduğu ağacın da dadı ona qatışaraq viski fərqli dadda bir içki alınır. Ortalama faiz nisbəti 40-50% olan içkilərdir. Fərqli içkilərdən üzümdən alınan şərab var və rakı dedikləri anason bitkisindən alınan bir içki növü də var. Bəzi alkoqol asıllısı olan insanlar aptekdə aldıqları etil spirtini su ilə qatışdıraraq, sulandırıb özləri üçün içki hazırlayırlar. Bu təhlükəlidir, çünki aptekdə satılan içkilərin iki növü var. Bəziləri etil spirtidir, bəziləri izopropil spirtidir. Etil spirti təbii üsulla alınmış bir spirtdir. İzopropil neftdən alınmış bir spirtdir. Bir digər təhlükəli yöntəm də samagon yolu ilə hazırlanmasıdır. 80%, 90%-ə qədər yüksək spirtli bir içki alınır, amma bunun təhlükəsi odur ki, çıxan spirtin İlk başlanğıc hissəsi metanoldur. Etil spirti deyil, metanol korluq yarada bilir. Ona görə də samagon kimi içkilər təhlükəlidir. Ümumiyyətlə, alkoqollu içkilərin hər bir insana miqdarından asılı olmaraq ziyanı var. Amma bəzi insanlar spirtli içkiləri müəyyən müddət içdikdən sonra artıq gedərək artan miqdarda içki tələb edir bədənləri. Buna asıllıq deyilir və asıllıq inkişaf eləməsi 10 illər içində olur. Ona görə şəxs bir anda içdim, asılı oldum kimi bir şey olmadığı üçün heç bir zaman asılı olduğunu anlaya bilmir.